Uşaqlar, gördüyünüz kimi lövhədə rəngli figurların üzərində hərflər yerləşdirilir. Mən sizə bir söz deyəcəm, siz o sözləri hərflərə uyğun olaraq figurları yerləşdirəcəksiniz. Hazırıq? Bəli. Başlayaq. Fidan, sən bizim üçün Cəmilə sözünü, Nazlı, sən isə güzgü sözünü qur, zəhmət olmasa. Baxaq görək, düzgün qurmuşuq. C, Ü, Z, C, Ü. Afərin. Fidan, Cəmilə sözü hansı hərflə başlayır? C. Cəmilə sözü neçə hecalıdır? 3. C səsi ilə bitən söz deyə bilərsən bizə? Aytaç taş. Afərin. Nazlı, güzgü sözü hansı səslə bitir? Ü. Ü səsi sabit səsdir, samit səsdir. Sayın. Ü səsi ilə başlayan başqa söz deyə bilərsən bizə? Üzüm. Afərin. Fidan, başqa sən deyə bilərsən? Ütü. Afərin. Supersiz uşaqlar. Çox sağ olun.